İnsanlar Guinnessin rekordlar kitabına düşmək üçün adətən ən sürətli qaçmaq, ən ağır yükü qaldırmaq və ya ən yüksəkdən tullanmaq kimi bacarıqlarını nümayiş etdirməyə çalışırlar. Amma elə rekordlar da var ki, adam onun haqqında oxuyanda sadəcə bir şey fikirləşir. Görəsən bunu sınamaq kimin ağlına gəlib? Bugün Top 5-də məhz belə rekordlardan danışacağıq. Hindistanlı döyüş ustası Navin Kumar cəmi 1 dəqiqə ərzində alın zərbələri ilə 273 qoz sındıraraq dünya rekorduna imza atıb. O bu rekordu əldə etməzdən əvvəl Pakistanlı Məhəmməd Rəşid ilə də rekord uğrunda yarışıb. Sürət, dəqiqlik və dözümlülükdə Pakistanlı rəqibini qabaqlayan Navin Kumar rekorda sahib çıxıb. Düzü qoz qırmaq üçün xüsusi alətlər var. Amma kimsə bunu alınla etməyi seçirsə, deyəcək bir söz yoxdur. Navin Kumarı Novruz bayramı ərəfəsində Azərbaycana gözləyirik. Başqa bir Hindistanlı Şridhar Chillal isə sol əlinin dırnaqlarını 66 il ərzində heç vaxt kəsməyib. Nəticədə onların ümumi uzunluğu 9 metrdən çox olub. Onun dırnaqları o qədər uzanmışdı ki, gündəlik həyatını davam etdirməkdə ciddi çətinlik çəkirdi. O, rekordu qeydə alındıqdan sonra dırnaqlarını kəsdi. İndi isə onun dırnaqları muzeydə nümayiş olunur. Dırnaqları müxtəlif səbəblərdən bir qədər uzatmaq olar, amma 9 metrlik dırnaq məncə heç kimə lazım deyil. Gözlərinizlə hansı qeyri-adi hərəkət edə bilirsiniz? Ümumiyyətlə, gözlə nə etmək olar ki, rekordlar kitabına düşəsən? Amerikalı Kim Goodman bunun yolunu tapıb. O, göz almalarını göz yuvasından 12 mm kənara çıxara bilir. Goodman bunu heç bir xüsusi cihaz olmadan, sadəcə üz əzələlərini idarə etməklə bacarır. Bu qeyri-adi bacarıq ona Guinness rekordu qazandırıb və onun gözü ilə göstərdiyi şoular internetdə milyonlarla izlənib. İsveçli idmançı Johan Espenkrona paltaryuyan maşını 4,45 metr uzağa ataraq dünyanın ən uzaq məsafəyə paltaryuyan maşın atan insanı olub. Ən maraqlısı isə budur ki, paltaryuyan maşını atmaqla bağlı yarışlar keçirilir. Yəqin ki, Johan da daxil olmaqla bu idman növü ilə məşğul olan hər kəs həyat yoldaşlarının axşam saatlarında paltaryuyan maşın işlətməsi səbəbi ilə bu idmana başlayıblar və bu idman vasitəsilə paltaryuyan maşınlara olan nifrətlərini nümayiş etdirirlər. Amerikalı Joel Strasser saqqalında 520 çubuq, 534 kağız saman, 456 karandaş və yüzlərlə müxtəlif əşya yerləşdirərək bir neçə Guinness rekorduna sahib olub. O, saqqalını xüsusi şəkildə formaya salaraq əşyaların tökülməsinin qarşısını alır. Saqqalı uzatmaq bir şeydir. Onu sanki rəf kimi istifadə etmək isə tamam başqa istedaddır. Bu rekordu görəndən sonra saqqalın imkanlarına başqa cür baxmağa başlayırsan. Ümumiyyətlə, bu mövzunu işləyəndə o qədər qeyri-adi rekordlar gördüm ki, insanların necə fərqli düşüncələrə sahib olduğuna əmin oldum. Hər nəysə, biz hər həftə Top 5-də bir-birindən maraqlı məlumatlar paylaşırıq. Elə indi kanalımıza abunə olun və bildirişləri aktivləşdirin ki, növbəti Top 5-dən hamıdan əvvəl xəbər tutasınız. Gündəlik paylaşdığımız xəbər və məlumatlar üçün isə Instagramda Alt404 səhifəsini izləməyi unutmayın. Səhifənin linkini videonun aşağısında yerləşdirmişik. Başqa mövzuda görüşəcəyik. Hələlik.